Sirus Təbrizli hərdən bir jurnalistlərə məsləhət verməyə çıxmaq şərti ilə tamamilə siyasi məzmunda çıxış edərək müxtəlif dövrlərdə hakimiyyətdə olan siyasi qüvvələrlə indiki iqtidarın fəaliyyətini müzakirə etdi. Mətbuatın siyasiləşməsi, ayrı-ayrı prezidentlərin dövründə siyasi APV və mətbuat mövzusunda danışan, eyni zamanda əslində indi partiyaların qəzetdən başqa heç nəyə yoxdur deyən nazir, dövlət başçısını yenilməz şirə bənzətdi. Onun ətrafındakılarla müxalifətdəkiləri isə nazir danışdıqca əsəblərini saxlaya bilmirdi. Üzümü isə tuturan jurnalistlər, bu günləri Azərbaycanda iqtidar bəlasından çox müxalifət bəlası var. Nə qədər ki, müxalifətin Əliyev, İsa Qəmbər kimi lider olacaq, bu müxalifət daim sürünən və sürüşkən qalacaq. Və bu tərəfdən də şiirdir, ətrafında da tula dəstəsi. Və cəmaat da görür ki, əgər bu şirə bir şey olsa, tulalarla çaqqal-çuqqal tutuşacaq, Azərbaycan dağılacaq. Jurnalistlər, siz bunları açmalısınız. Sirus Təbrizlinin çıxışından hiddətlənən Sabir Rüstəmxanlı cavab verməyə qərar aldı. Onun sözlərinə görə belə bir əhəmiyyətli qanuna münasibət bildirmək üçün nazirə söz verilib, o da qanunu qoyub bir kənara keçmişindən gələcəyindən danışır. Axı bu iqtidarın içində də kifayət qədər ləyaqəti, şəxsiyyəti, kişiliyi olan adamlar var. Və müxalifətin də içində kifayət qədər Sirus bəy elə adamlar var ki, Sirus onun ayağının tozu da ola bilməz. Bu cür adamları yan-yana qoyub bir dəstəsinə çaqqal, bir dəstəsinə nə bilim tula deməyə sənin nə haqqın var, sən Milli Məclisin üzvüsən. Sən kimsən özün, haranın yazıçısan, haranın jurnalistsən, haradan gəlmişsən, nəyə xidmət eləyirsən, nə qədər sən ağzına avara qoyub buna satdın, buna nə deyəcəksən. Bu qədər olmaz axı. Rüstəmxanlının cavabı Təbrizlini daha da əsəbləşdirdi və parlament salonunda xeyli vaxtdan bəri müşahidə edilməyən qalmaqal düşdü. Bəli, müxalifətdə də ləyaqətdə olanlar var. İqtidarda da amma külli halda müxalifət çaqqal-çuqqaldı, iqtidarda da tulalardı şirin ətrafında. Amma ləyaqətdə adamlar var. Ödə sən mənə deməli, irad tutacaqsan, sənin nazirlikdə yediyin o 3 milyard 700 milyon. Sözünüzdə sərhət qoyun, heç kimi təqdir edin. Siz mənə baxma, polis göndərmişsiniz, təhdid. Sözün qoyun, Elə sürət şerif o sevmişsiniz, onu da bilərdi. Siz Heydər Əyyubə səhərdən axşama qədər dua eləmərsiniz, siz. Utanmırlar. Ya bir dənə deyənim, mən yenə deyirəm, əgər sizin naziri üzəndən bir dənə o kişi ilə işiniz olmasın. O kişi ilə işiniz olmasın. Bu millət ona arxayındır. Bu olmasa bu Bakıda qan su yerinə gələcək. Amma təsir eləyin ona. O şirdir, ətrafına şilləri yıxsın. Müxalifətdə də şillər var, iqtidarda da şillər var. Qeyd edim ki, nazir çıxışının bir çox məqamlarında jurnalistləri qınasa da bəzi hallarda onları müdafiə də etdi. İş gününün sonunda isə spiker Murtuz Ələsgərov Sirus Təbrizlinin çıxışına münasibətini açıqladı. O dedi, Sirus heç vaxt qanunu oxumur. Gəlir, burada jurnalistlər üçün populist çıxışlar edir. Mən onun çıxışını pisləyirəm və bildirirəm ki, yəqin onun çıxışı digər yerlərdə də müzakirə olunacaq. Mediada əksini tapan problemlərin cəmiyyətdə mövcudluğunu təsdiqləyən nazir paralel müqayisələr apardı. Jurnalistlərdən inciməyin, nə vaxtlar qədər ki, Azərbaycanda belə vəziyyət olacaq, jurnalistlər vicdanla, cəsarətlə həm o tərəfə, həm bu tərəfə divan tutmalıdırlar. Və bu millətin müddətlərini kimlər elibdir? Bəli, siyasətçilər və məmurlar. Və bu günləri xalq ona görə deyir ki, əgər Heydər Əliyevə al verməsi bir iş olsa, millət bunların əllərini ağında qalacaq. Bir tərəfdən tulalar, bir tərəfdən də çaqqal-çuqqalar. İqtidar müxalifət cəbhəsinin nümayəndələrini özünə məxsus şəkildə epitetlərlə bəzəyəndə Sabir Rüstəmxanlı da dözmədi. Axı bu iqtidarın içində də kifayət qədər ləyaqəti, şəxsiyyəti, kişiliyi olan adamlar var və müxalifətin də içində kifayət qədər Sirus bəy elə adamlar var ki, Sirus onun ayağının tozu da ola bilməz. Bu cür adamları yan-yana qoyub bir dəstəsinə çaqqal, bir dəstəsinə nə bilim tula deməyə sənin nə haqqın var, sən Milli Məclisin üzvüsən. Jurnalistlərə istifa Sirus Təbrizli mübahisəni belə kəsdi. Bəli, müxalifətdə də ləyaqətdə olanlar var. İqtidarda da amma külli halda müxalifət çaqqal-çuqqaldı, iqtidarda da tulalardı şirin ətrafında. Əgər sizin naziri üzəndən bir dənə o kişi ilə işiniz olmasın. O kişi ilə işiniz olmasın. Bu millət ona arxayındır. Bu olmasa bu Bakıda qan su yerinə gələcək.
Ama təsir edin ona. O şiirdir, ətrafına şilləri yıxsın. Müxalifətdə də şillər var, iqtidarda da şillər var. Müzakirə qanun layihəsindən xeyli uzaqlaşsa da, söhbət yenə mövzunun üstünə gəldi. Amma səhər iclasının sona çatması millət vəkillərinə bir qədər fasilə imkanı yaratdı. Son dəqiqələrdə Murtuz Ələsgərov Demblokun bələdiyyələrlə bağlı alternativ qaydada hazırladığı layihənin zala gətirildiyini dedi. Amma nədənsə sonra layihə qoyulan yerə nəinki axın, heç maraq da hiss olunmadı. Deyəsən fasilə vaxtı iştah bütün həvəsləri üstələyir. Nərmin Əlxənbəyli, Tanrıverdi Səmədoğlu, Hər gün. O vaxtlar xalq səfəsində artıq embleması məlumdur, keçir və burada da bir bozqurt yaranır. Əgər belə geçsə bu bozqurt bir gün bu keçini yiyəcək. Ona görə də gəlin, bu Respublikada qayda qanun olsun deyək, şir var Naxçıvanda. Gedək o şirin yanına, şiri gətirək və qayda qanun yaransın. Bu şir gəlib indi və çox işlər görülübdür. Amma hələ Respublikanın bəlaları da çoxdur. Və bu günləri, mən üzümü sizə tuturam jurnalistlər, bu günləri Azərbaycanda iqtidar bəlasından çox müxalifət bəlası var. Nə qədər ki, müxalifətin Əbülfəz Əliyev, İsa Qəmbər kimi lider olacaq, bu müxalifət daim sürünən və sürüşkən qalacaq. Ona görə də bu barədə düşünün. Və bu tərəfdən də şiirdir, ətrafında da tula dəstəsi. Və cəmaat da görür ki, əgər bu şiirə bir şey olsa, tulalarla çaqqal-çuqqal tutuşacaq, Azərbaycan dağılacaq. Bu Sabir Üstəmxanlı, bu Əbülfəz Əliyev barədə həftədə 2 dəfə fikrini dəyişir. Əbülfəz Əliyevin onun haqqında fikri nədir? Mən o demək istəmirəm, cavab əlimlə fərqli olaraq mən o sözü dilimə gətirmək istəmirəm. Buna jurnalistlər neyin əsmir? Siz kimləri çıxardınız xalqın başının üstünə? Və bu millətin müddətlərini kimlər elibdir? Bəli, siyasətçilər və məmurlar. Və bir günləri xalq ona görə gözür ki, əgər Heydər Əliyevə aldı eləməsi bir iş olsa, millət bunların əlləri ağında qalacaq. Bir tərəfdən tulalar, bir tərəfdən də çaqqal-çuqqalar. Deməli, Murtuz müəllim, biz sənə qaydanda, çox xahişlə qulaq asasın, biz sənə qaydanda belə razılaşmışdıq ki, burada deputatların, bizim, yəni hər hansı deputatın, Demblokdan yoxsa başqa cəhətdən dəxli yoxdur. Deputatların təhqir olunmasına siz şərait yaratmayacaqsınız, imkan verməyəcəksiniz. Bugün sizin gözünüzün qabağında çox ciddi bir qanun qəbulu müzakirə olunur mətbuat informasiya haqqında və Mətbuat İnformasiya Nazirinin də bir ciddi adam sahib, ona söz verirlər ki, o da bu kütləvi informasiya vasitələri haqqında sözünü desin. O qanun qalıbdır kənara, öz tarixçəsini, keçmişini, gələcəyini, öz mədəniyyətini və daxilindəki bütün o nəyə var, hamısını göstərir. Axı bu iqtidarın içində də kifayət qədər ləyaqəti, şəxsiyyəti, kişiliyi olan adamlar var və müxalifətin də içində kifayət qədər sürüs bəyi elə adamlar var ki, sürüs onun əlinin tozu da ola bilməz. Bu cür adamları yan-yana qoyub bir dəstəsinə çaqqal, bir dəstəsinə tula deməyə, sənin nə haqqın var, sən milli məclisin özüsən. Sən kimsən özün, haranın yazısan, haranın jurnalistsən, haradan gəlirsən, nəyə xidmət edirsən, nə qədərsə razıda alara qoyub, ona buna satdın, buna nə deyəcəksən. Həm Əbülfəzə münasibətim necədir, bunlar hamısı mənim işimdir. Mən öz işimə özüm cavab verirəm. Sənə ixtiyar vermirəmsən, məni ortaya qoyub bu cür müzakirə eləyəsən. Sən ged özünü müzakirə lazım olsa, mən 1 ildir, sən 2 ildir danışırsan bu cür, köhnə kəsdiyimiz dut-çörəyə görə, yoldaşlığımıza görə susub heç günə cavab verməmişəm. Amma ayıbdır. Adam öz ləyaqətini bilər. Sən bilmirsən bu sözləri deyə özünü alçaldırsan, məni yox. Kimi tənqid edirsən, onların cəmaat görürsən, tənqid elədiklərini alçal, vurcalır. Çünki sənin sözünün bir qəpik dəyəri qiyməti yoxdur. Mən çox xahiş edirəm Milli Məclisdə bu məsələlər yolunu qorusun, bu qədər olmaz.